Salam əziz kanal izləyiciləri, salamlayıram hər birinizi. Bu günlərim sizinlə 9-cu sinif ədəbiyyat dərsliyindən Məmməd Arazın Əskər məktubu şeirini keçirik və diqqətli olun, təhlilə aid məlumatlar verəcəm, əsəri təhlil eləyəcəm. Ona görə də dəftəriniz və qələminiz qarşınızda olsun ki, qeydlərinizi apara biləsiniz. Kanala təzə gələn abunəçilər, əgər kanalı itirmək istəmirsinizsə, kanalda olan məlumatlardan yararlanmaq istəyirsinizsə, təbii ki, kanalımıza abunə olmağı və paylaşmağı, like etməyi yaddan çıxartmayın. Başlayalım. Əskər məktubum. Əskər məktubları alıram hərdən. Məhəbbət, cəsarət, dəyanət dolum. Neçə tərifçinin təriflərindən bir əskər məktubu gərəkli olur. Nə deyir burada? Neçə tərifçinin təriflərindəndir bir əskər məktubu gərəkli olur. Yəni o tərifçinin təriflərindən gərəkli bilir əskərin məktublarını. Əskər nə istəyir? Bir təzə nəğməm. Nəğməsiz darıxır əskər tüfəngim. Bir əskər qəlbində qopan zümzümə bir vətən daşını istəyəcəkdir. Diqqətli olağın. Deyir ki, əskər nə istəyir? Bir təzə nəğmə. Bunu çox zaman deyirlər ki, burada bədii sual var. Bədii sual yoxdur. Çünki baxın, sual veririk. Bədii sual nədir? Cavabı gəlməyən suallar. Məsəl üçün deyirəm, ay Allah, mənim günahım nə idi? Allahdan mənə cavab gəlmir ki. Və yaxud dağa daşa baxıram, danışıram ki, ay dağlar, siz nə gözəlsiniz. Sizdəki bu gözəllik hardandır? Dağ mənə dirilib belə insan kimi cavab verəcək ki, yəni məndəki gözəllik hardandır? Xeyr, bilirəm ki, onlardan cavab gəlmir. Cavabı gəlməyən suallar bədii suallardır. Amma hansı sualın ki cavabı var, onlar bədii suallar adlanmır. Deyir, əskər nə istəyir? Bir təzə nəğmə. Axı bu sualın cavabı var. Əskərin nə istədiyini görürük. Bir təzə nəğmə. Nəğməsiz darıxır əskər tüfəngim. Bir əskər qəlbində qopan zümzümə bir vətən daşını isidəcəkdir. Bir əskər yazır ki, sərhədçiyəm mən. Əlimdə tüfəngdir, dilimdə şeir. İnamla, qeyrətlə qorunur vətən, bunlarsız silahlar kardır deyir. Deməli, nəsiz silahlar kar olur, lal kar olur. Nəsiz olur lal kar? Deyir, əlimdəki o tüfəng, dilimdəki şeir. Əgər bu dilimdəki şeir olmasa, əlimdəki tüfəng olmasa deyir, bularsız deyir, təbii ki deyir, bularsız, təbii ki deyir, silahlar kar olar. Bir nəğmə əskərin dodaqlarında, sərhəd küləyinə həm söhbət olar. Bir nəğmə əskərin barmaqlarında tətiyə söykənən cəsarət olar. Yəni əskər öz dodağında dediyi bu zümzüməni küləyə həm söhbət tutur. Ki, yəni o zümzümə eləyir, soyuqda olur, qışda olur və yaxud günün istisində olur. O sərhəddə dayanır da, zümzümə eləyir özü üçün. O zümzüməni sərhəd kürəyinə həm söhbət bilir. Bir nəğmə əskərin barmaqlarında tətiyə söykənən cəsarət olur. O bir nəğmə ki, deyir, əskərin barmaqlarını deyir, əskər deməli zümzümə elədikcə istərsəməz barmaqlarını belə piyano kimi çalır da, o əskərin barmaqlarında deyir, tətiyə söykənən cəsarət olur. Qısası, əskərin o zümzümə etməsi, mahnı deməsi ona bir cəsarət verir. Əskər məktubunda torpaq göyərir, meşələr uzanır üfüqlərəcən. Görürsünüz, torpaq göyərir, meşələr uzanır üfüqlərəcən. Əskər məktubunda bir dağ göyərir, ətək də vətəndir, zirvə də vətən. Deməli, əskər öz məktublarında torpağı göyərdir, meşələr uzanır üfüqlərə qədər. Əskər yəni məktubunda bunları yazır. Ətək də vətəndir, zirvə də vətən. Fərqi yoxdur. O dağın deyir, o vətənin deyir. Yəni dağın ətəyi də vətənimdir, o dağın başı da mənim zirvəmdir. Zirvə də deyir mənim vətənimdir. Əskər məktubunda quş sək-səkəsi, əskər məktubunda qaya təmkini. Bir nişan həsrəti, bir toy həvəsi, hər sətri keşikçi nidası kimi.
Burada deməli əskərin məktubunda nə var? Deməli əskərin məktubunda qayanın təmkini var. Görürsüz, qayanın təmkini var. Quşun səksəkəsi var. Bir nişan həsrəti var, bir toy həvəsi var. Bunlar hardadır? Əskər məktubundan. Hər sətri keşikçi nidası kimi. Yəni keşikçinin nidası kimi, keşikçi cəsarətli nida harda qoyulur? Bir cəsarətli, qəti olan bir yerlərdə qoyulur. Qəti şəkildə sözünü deyəndə bir nida qoyursan. Düzdürmü? Bir deyir sərhəd, keşikçi nidası kimi. Burada da bir təşbih var. Əskər məktubunun cavabı çətin, əskər məktubunun cavabı asan. Baxın, məktubun cavabı həm çətindir, həm asandır. Deməli, çətindir, asandır. Bunlar burada nə yaradıb? Təzad yaradıbdır. Təzad var. Yetişməz əskərə söz məhəbbəti, yetişməz sözlərin əskər olmasa. Çox gözəl yazıbdır. Sənin deyir, əgər sözlərin deyir, əskərə deyir, bir məhəbbət dolu olmasa deyir, çatmaz. Gərək o sözündə bir məhəbbət olsun, o əskərə bir ruh verəsən, cəsarət verəsən. Yetişməz sözlərin əskər olmasa, sənin o sözlərin əskərə bir əskər kimi, yəni bir əskərin özü kimi sözlər olmasa, qətiyyətli, ruh verici, yəni cəsarətli sözlər olmasa deyir, sözlərin əskər kimi olmasa deyir, onlar da gedib, o sözlər də deyir, gedib əskərin özünə yetişməz. Məmməd Araza məxsus olan bir şeirdir. Çox gözəl şeirdir. Gəlin əsərin təhlilinə. Oxuduqca düzdür sizə təhlilini etdim, amma yenə bir də baxağın. Deməli, Məmməd Araz yazıldı, müəllifi kimdir? Məmməd Arazdır və şeirin növünü müəyyən eləyək. Növü nədir? Təbii ki, şeir şəklində yazılıbsa, növü necə olacaq? Lirik növ olacaq. Hansı növdədir? Lirik növdədir. Lirik növdədir. Nəzmlə yazılıbdır. Daha sonra hansı vəzindədir? Görürük ki, heca vəzində yazılıb. Düzdürmü? Lirik növdədir və heca vəznindədir. Daha sonra şeir necə yazılıb? Görürsünüz, şeirdə bir məhəbbət var, şeirdə bir cəsarət var. Şair o deməli əskərdən gələn məktubdan narazı deyil. Əksinə o əskərin məktubundan daha belə güc alır, sevinir. Əskərdən gələn məktubdan tərif var. Məktubun özündə bir tərif var. O vətənin keşiyində durmağını əskər özünü deməli daha cəsarətli hiss eləyir, fəxr eləyir özü ilə. Deməli bunlar varsa, burada şeir nə əsasında yaranıbdır? Tərənnüm əsasında. Tərənnüm. Şeirdə şikayət gördük biz? Xeyr. Şeirdə şikayət yoxdursa, deməli əsər tərənnüm əsasında yazılıbdır. Şeir vahidinə baxaq. Şeir vahidi nədir? Görürük ki, şeir vahidi bənddir və bəndlər şəklində yazılıbdır. Bənddir və hər bənddə 4 misra var. Hər bəndi 4 misradan ibarətdir. Deməli, sonuncu misradan öncəki misrada 5 misra gedir. Burada da yenə ikinci misrada da 5 misra gedir. Və digər misralar 4 misradan ibarətdir. Dedik ki, burada əskər nə istəyir? Bir təzə nəğmə. Təbii ki, bu bədii sual deyil. Yadınızda qalsın. Sonra əskərin məktubu necədir? Görürük ki, əskərin məktubunda nə var? Cəsarət var, məhəbbət var, torpağa sevgi var, çox belə dəyanətlidir, özünə inamlıdır əskər. Bu şəkildə görürük. Burada deyir ki, neçə tərifçinin təriflərindən bir əskər məktubu gərəkli olur. Neçə tərifçinin təriflərindən bir əskər məktubu gərəkli olur. Əskərin məktubu nə isə tərifləyənin, o tərifçinin, əskəri tərifləyənin, digərini tərifləyənin deməli tərifindən daha dəyərlidir. Nə daha dəyərlidir? Əskər məktubu. Tərifçinin tərifindən daha dəyərli olan nədir? Əskər məktubudur. Deyir, bir əskər yazır ki, sərhədçiyəm mən. Əlimdə tüfəngdir, dilimdə şeir. Deməli, sərhədçidir. Əlimdə tüfəngim var və dilimdə də şeirim var.
vətəni necə qoruyur? İnamla qoruyur, qeyrətlə qoruyur. Deyir, təbii ki, bunlar olmasa deyir, mənim deyir, bu dilimdə mahnı, musiqi olmasa, əlimdə tüfəngim olmasa, dilimdə şeirim olmasa deyir, bunlar olmasa, təbii ki deyir, silahım lal olar, kar olar. Öz silahını lal, kar görür. Silahı dilləndirən nədir? Silahı da daha belə silahı deməli o əskərə ruh verib o silahdan atılan güllələri, o sərhəddi qorumağa əskərə cəsarət verən nədir? Onun deməli əlindəki o tüfəng və dilindəki şeirdir. Oxuduğu dodağındakı o mahnılardır. Deyir ki, bir nəğmə deyir, əskərin barmaqlarında o nəğmə dedikcə əskərin barmaqlarında deyir, tətiyə söykənən cəsarət olur. O nəğmə ki deyir, söylüyür, o küləyə deyir, həm söhbət olur, həm də deyir, əskərin o əlindəki tətik bilirsiniz də nədir? Tüfəngin o dartılıb vurulan yeri ki, o barmaqla bastığın yer tətikdir. O yerdir, söykənən yerdə deyir, bir cəsarət olur. Söylədiyi mahnı əskərə bir cəsarət verir. Əskər məktubunda torpaq deyir, göyərir. Əskər məktubunda deməli dağların göyərən dağları göstərir. Dağların ətəyini göstərir. Dağın ətəyi də o deməli göyərən dağın ətəyi də istəyir onun zirvəsi də deyir. Nədir? İstəyir ətəyi, istəyir zirvəsi deyir. Yenə də deyir vətəndir. Vətən, dağın ətəyini də zirvəsində vətən görür. Əskər məktubunda nə göstərilir? Quşun səksəkəsi, qayanın təmkini, nişanın həsrəti, toyun həvəsi. Baxın, 4 dənə dəqiq şəkildə bir fakt kimi götürəyin. Quş səksəkəsi, qaya təmkini, nişan həsrəti, toy həvəsi. Bunlar əskər məktubunda deməli təsvir olunublar. Şeirdə müəllif deməli bütün əskər duyğularını misralara köçürmüşdür. Yəni, bütün əskərlərin dilindən danışır. Əskər məktubunun cavabı çətindir, asandır. Burada da dediyi bir təzad var. Və əskərə göndərdiyin o cavablar deyir, əskərə yetişməz deyir. Sənin əgər o sözlərin məhəbbət dolu olmasa, əskərə yetişməz və əskər də o cəsarəti təbii ki, sənin sözlərindən, səndən aldığı deməli o gücü, qüvvəni qeyrətli, cəsarətli sözlərindən yığır. Əgər belə sözlər olmasa, bu əskərə yetişməz. Əskər də deyir, bu zaman sənin belə bir sözlərin olmasa, sözlərin özləri də deyir, əskər kimi olmalıdır. Sözün özü belə deyir, əskər kimi olmalıdır. Olmasa deyir, təbii ki, əskər bu cəsarəti özündə yığa bilməz. Deməli, tərənnüm əsasında yazılıb, lirik şeirdir, heca vəznindədir, Məmməd Arazdır müəllifi. Və çox gözəl şeirdir, müasir dövrümüz üçün də aktual olan şeirdir. Əsərin təhlilini verdik və dərslərini isə növbəti videoda deməli çəkəcəm. Bu qədər. Əgər deməli əsərin təhlili xoşunuza gəldisə, paylaşmağı və like etməyi yaddan çıxarmayın. Sağ olun, növbəti videoda